Yolu bir terapiya evindən keçən valideynlər bilirlər ki, biz heç vaxt onları qorxutmuruq. Uşaq autizmdir, danışmayacaq, seanslara başlamasaz, bu o deməkdir ki, uşağınız inkişaf eləməyəcək və s. Valideynlər bizə müraciət edəndə uşağın inkişaf səviyyəsini müəyyənləşdiririk və əgər ehtiyac yoxdursa, uşağın sadəcə nitq dəstəyinə ehtiyacı varsa, bunu valideynlərin öhdəsinə buraxırıq ki, evdə uşağınıza daha çox sual verin, ətrafda hər şeylə onu daha çox tanış eləyin kimi məsləhətlər verərək yola salırıq. Ancaq qorxutmaq bizim işimiz olmadığı kimi, boş ümid vermək və problemi gizlətmək də bizim işimiz deyil. Yolu bir terapiya evindən keçən valideynlər bilirlər ki, biz heç vaxt onları qorxutmuruq. Uşaq autizmdir, danışmayacaq, seanslara başlamasaz, bu o deməkdir ki, uşağınız inkişaf eləməyəcək və s. Valideynlər bizə müraciət edəndə uşağın inkişaf səviyyəsini müəyyənləşdiririk və əgər ehtiyac yoxdursa, uşağın sadəcə nitq dəstəyinə ehtiyacı varsa, bunu valideynlərin öhdəsinə buraxırıq ki, evdə uşağınıza daha çox sual verin, ətrafda hər şeylə onu daha çox tanış eləyin kimi məsləhətlər verərək yola salırıq. Ancaq qorxutmaq bizim işimiz olmadığı kimi, boş ümid vermək və problemi gizlətmək də bizim işimiz deyil. Odur ki, bəzi valideynlər müraciət edəndə əllərində müxtəlif bir səbəblərlə gəlirlər ki, yoldaşım deyir, xüsusilə bunu kişilər edir. Yoldaşım deyir ki, mən şübhələnirəm uşaq autizmdir, amma mən deyirəm ki, autizm ola bilməz. Çünki 3 nöqtələri var burada. Çünkidən sonra istifadə elədikləri cümlələr, bizə göstərmək istədikləri faktlar çox təəssüf ki, çox vaxt uşağın bizə görə autizm olma ehtimalını artıran faktlardır. Bunlar nələrdir? Onları deyirəm.